Yollar uzağı yaxın edir, bizi mənzil başına, arzularımıza çatdırır. Amma qəzalarda insanların qanı yollara tökülür. Yollarda diqqətli olmaq lazımdır. Yollara diqqətlə yanaşmaq lazımdır. Yollardan söz düşmüşkən, məhəllədaxili yollar bələdiyyələrə həvalə olunub. Bu nəyi dəyişdirəcək? Sujetdən öyrənək. Bundan sonra məhəllədaxili yolların, kənd və qəsəbə ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və qurğuların təmiri, tikintisi və yenidən qurulmasına yerli özünü idarə etmə orqanları həyata keçirəcək. Bu, Prezident İlham Əliyevin Respublikanın nəqliyyat yol kompleksində idarə etmənin təkmilləşdirilməsi tədbirləri haqqında 2007-ci il sərəncamına dəyişikliklər barədə imzaladığı yeni sənəddə nəzərdə tutulub. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev deyir ki, bu sərəncam bələdiyyələrin işlərinin konkretləşdirilməsinə yönəlib. 2007-ci ildə verilən sərəncamda ümumilikdə verilmişdi ki, şəhər, rayon mərkəzləri və s. kənd və qəsəbə, bunlar ümumilikdə o icra strukturlarla, bələdiyyələrlə birlikdə onların balansına verilsin. Burada isə dəqiq verilibdir. Hansı hissə məsuliyyəti icra hakimiyyəti strukturunun üzərində durur, hansı hissə bələdiyyə strukturunun üzərində durur. Sərəncamla bələdiyyələrin müstəsnalıq hüquqları təmin ediləcək. Bu yolların bərpa və yenidən qurulması üçün dövlət büdcəsindən bələdiyyələrə pul da ayrılacaq. Ekspertlər hesab edir ki, əgər əlavə vəsait ayrılmasa, bu bələdiyyələr üçün problem yaradacaq. Nəqliyyat xətlərinin, keçidlərin, məhəllə daxili yolların bələdiyyanın balansına verilməsi onlar üçün əlavə bir problem yaradacaq. Bunun üçün xüsusi maliyyə yardımları, məqsədli maliyyə yardımları ayrılsın. Bu halda yəni bələdiyyələrə verilmiş bu saliyyətlər mənim fikrimcə daha əhəmiyyətli olar. Qeyd edək ki, dövlət başçısının imzaladığı sərəncama əsasən paytaxt istisna olmaqla ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yolları isə müvafiq icra hakimiyyətinin balansına verilib. Rövşən Abdurrahmanlı, Zaur Səfərov, Space.